Sədəqə, əziz qardaşlar, insanın köksünün genişlənməsinə, qəlbinin rahat olmasına ən böyük səbəblərdən biridir vallahi. Kərim insan var, səxavətli insan. Əl açıb, xərcləyir. Vallahi yer üzündə köksü ən geniş gəzən insandır. Gəzir özü üçün. Rahat. Paxıl insan var, pulunu saxlayıb verməyən. Yer üzündə ən qəlbi dar, sıxılı vəziyyətdə gəzən insan odur. O bilmir nə var, nə yox yəni. Tutub saxlayan insan. Pulunu xərcləməyən insan. Simit İbn Seymin rahimehullah deyir ki, mən deyir, sədəqə kimi insanın köksünü genişlədən ikinci bir şey görmədim. Bu dünya onlara ki dar gəlib, depressiya düşənlər var, insan sıxılanlar var bu dünyada. Onlar bilsəydilər ki, sədəqə nə törədir, nə edəcək onlara? Onlar deyir, sədəqənin dalınca düşərdilər deyir. Qardaşım, dünya dar gəlməyib, sıxılmırsan həyatda. Olur axı belə. Sən demə, sədəqə bunu aşırdı.